Hər kəsə salam. Mən bugündən etibarən Linux dərslərini YouTube-da öyrətməyə çalışacağam. Deməli, bugünkü dərsimizdə Linuxun nə olduğunu, Red Hat Enterprise-ın Linuxun, yəni RHEL niyə seçildiyini və onu necə quraşdırıb ilk ayarları necə edəcəyimizi öyrənəcəyik. Yoldaşlar, dostlar, dərs çox texniki görünə bilər, amma narahat olmayın. Sizinlə mən dostcasına və sadə dildə danışacağam ki, hər şey tamamilə aydın olsun və heç nə qaranlıq qalmasın. Deməli, slaydımızı açaq. Slayd. Deməli, mən birinci dərs üçün burada slaydlar hazırlamışam və bu slayd əsasında gedəcəyik inşallah. İnanıram ki, dərs maraqlı və faydalı olacaq hər kəsə, Linuxu təzə öyrənməyə başlayan insanlar üçün. Başlayaq. Linux nədir və niyə bu qədər populyardır? Təsəvvür edin ki, sizdə bir əməliyyat sistemi var, yəni kompüterinizdə və bu hər kəs üçün açıqdır. Yəni, kim istəyirsə istifadə edə bilər onu, kodunu dəyişə bilər və ya inkişaf etdirə bilər, yəni daha da təkmilləşdirə bilər. Bu Linuxdur. Əslində Linuxun tarixi çox maraqlıdır. 1991-ci ildə tələbə olan Linus Torvalds öz şəxsi ehtiyacları üçün açıq mənbəli bir əməliyyat sistemi nüvəsi kernel yazmağa başladı. Hətta YouTube, burada Google-da da sizə o Linus Torvalds'ı göstərə bilərəm şəklini, ən azından tanıyın. Linus Torvalds. Həmin bu adamdır. Yəni Linux'un ilkin təməlini bu adam yaradıb, deməli. Sonra bu nüvə ətrafında minlərlə insanlar toplaşdı və Linux adlanan güclü bir əməliyyat sistemini meydana çıxartdı, ortaya gətirdi, yəni ərsəyə gətirdi. Burada mən Linuxun tarixini qeyd eləmişəm. Deməli, Linux həm də açıq mənbəli Unix əsaslı bir əməliyyat sistemidir. Linuxun tarixi deməli 1969-cu ildə Ken Thompson və Dennis Ritchie tərəfindən Unix yaradıldı. Sonra 1983-də Richard Stallman GNU layihəsini başlatdı. Məqsəd tamamilə independent, yəni tamamilə azad bir əməliyyat sistemini yaratmaq idi. 1991-ci ildə Linus Torvalds Linuxun bayaq dediyim kimi ilk kernelini, nüvəsini yazdı və açıq mənbə kimi, open source kimi paylaşdı. 1994-cü ildə Linuxun ilk stabil, yəni sabit versiyası 1.0 yayımlandı. Daha sonra 1998-ci ildə Red Hat Linux'un ilk kommersiya versiyası istifadəyə buraxıldı. 2000-ci illər və ondan daha sonrası isə Linux müxtəlif sahələrdə əsas əməliyyat sistemlərindən birinə çevrildi. Deməli, sonra həm də belə deyək də, bugün siz Google, Facebook, Amazon kimi nəhəng şirkətləri tanıyırsınız da, həmin şirkətlərdə məhz Linux üzərində qurulduğunu bilirsinizmi? Çünki bu əməliyyat sistemi digər əməliyyat sistemlərinə baxanda daha sabit, sürətli və təhlükəsiz və pulsuzdur. Linuxun burada mən xüsusiyyətlərini yazmışam, sabit və təhlükəsizdir. Müəssisələr uzun müddətli dəstək, yəni support verir. Buna LTS, yəni long time və yaxud da long term support mənasına gəlir. Yanlış dedimsə üzrlü sayın. Red Hat subscription modeli var. OpenShift və Ansible kimi DevOps və konteyner texnologiyalarını dəstəkləyir. Bu terminlər haqqında gələcək dərslərimizdə danışacağıq. İnşallah mən planlaşdırıram gələcəkdə DevOps dərsləri də mən hazırlayıb sizə təqdim edeyim. Əgər istəsəz, sizə maraqlı olsa kommentlərdə bildirərsiniz. Mən sizə CCNA dərslərində, Network və Network Security, Palo Alto FortiGate dərslərində hazırlayıb təqdim edə bilərəm. İndi isə qayıdaq dərsimizə. Deməli, bu Linux'un müxtəlif versiyaları var. Buna distributivlər deyirlər, yəni distrolar deyirlər. Məsələn, Ubuntu, Debian, Fedora, Alma Linux və Red Hat Enterprise Linux, RHEL.
Bəs niyə Red Hat Enterprise Linux-u seçirik? Red Hat Enterprise Linux niyə bizə maraqlıdır bu qədər? Bizə deyəndə, yəni böyük şirkətlərə, yəni daha niyə bu qədər maraqlıdır və biz bunu niyə öyrənirik? Red Hat əsasən böyük bizneslər üçün nəzərdə tutulub, o stabil və təhlükəsiz olması ilə fərqlənir. Eyni zamanda böyük şirkətlərə dəstək xidməti, yəni support təklif edir. Əgər siz peşəkar şəkildə Linux sistemləri ilə işləmək istəyirsinizsə, RHEL bilmək mütləqdir. Yəni qısaldılmasını deyirəm, Red Hat Enterprise Linux. Ona görə mən növbəti cümlələrimdə RHEL istifadə edəcəm. Deməli, RHEL-i, yəni Red Hat Enterprise Linux-u necə qururuq? Burada mən slaydda bəzi şeylər yazmışam. Onu əgər slaydı kim istəsə, öz e-mail adresini kommentlərdə paylaşar və mən bu deməli prezentasiyanı göndərərəm, paylaşaram sizinlə. Deməli, indi gəlin bu əməliyyat sistemini necə quracağımızı danışaq. Əslində bu Windows və ya MacOS quraşdırmaqdan, yəni Mac-lərin əməliyyat sistemi olan MacOS quraşdırmaqdan fərqli deyil. Sadəcə bəzi əlavə ayarları var. Əgər biz bir fiziki serverdə yox, virtual maşında işləmək istəyiriksə, VMware Workstation və ya VirtualBox kimi proqramlardan istifadə etməliyik. Sizə hansı uyğundursa onu istifadə edə bilərsiniz. Mən bugün VMware Workstation-dan istifadə edəcəm. Təbii ki, bu RHEL-i quraşdırmaq üçün VMware və ya VirtualBox üzərində bəzi, belə deyim də, bizdən tələb olunan parametrlər var. Yəni, bizim bu əməliyyat sistemini dəstəkləyəcəyi parametrlər var. Misal üçün, minimum RAM 2 GB olmalıdır. Disk minimum 20 GB olmalıdır və daha çox da verə bilərsiniz. CPU isə 2 növə verməlisiniz. Şəbəkəsi isə networku, yəni NAT, yəni bridge, indi sizə hansı uyğunsa, ona uyğun eləyərsiniz. Mən bugün NAT eləyəcəm şəbəkəsini. ISO faylını da əlavə edirsən və VM-i başladırsan. Deməli, ilk addım. Red Hat-in rəsmi saytına gedib ISO faylını yükləyirsiniz. Mən artıq yükləmişəm. Sadəcə hardan yükləmək lazım olduğunu sizə bugün mən göstərəcəm. Deməli, Red Hat ISO download yazırsınız. Elə birinci sayta girirsiniz. Birinci açılan linkə girirsiniz. Burada ən aşağıya gələndə Red Hat Enterprise Linux ISO and Images var. Mən bunu yüklədim, birincini 64 olanı. Siz də bunu yükləyərsiniz. Və mənim ISO faylım buradadır. Göstərim sizə. Yox, burada. Bugün bunu istifadə edəcəyik. Və deməli, davam eləyək. Deməli, ilk addım Red Hat rəsmi saytına gedib ISO faylını yükləyirsiniz. İkinci addım virtual maşın yaradıb ISO faylını seçib quraşdırmaya başlayırsınız. Üçüncü addım isə quraşdırma zamanı sizdən bəzi suallar soruşacaq. Disk ayırmaq, istifadəçi yaratmaq və s. kimi suallar soruşacaq. Bu hissələri diqqətlə etmək vacibdir. Əgər bu addımları doğru etsəniz, sisteminiz uğurlu açılacaq və artıq terminalda işləməyə hazır olacaqsınız. Deməli, gəlin indi isə bu RHEL-i yükləyək. Deməli, biz gedirik, açırıq VMware Workstation-ı, Create New Virtual Machine eləyirik, Typical Recommended-i seçirik, sonra ISO faylımızı burada tanıdırıq. Burada Linux-un versiyaları var. Biz Red Hat olanı seçməliyik. Mən Red Hat 9-u yükləmişəm. Ona görə bunu seçirəm. Virtual maşınımıza, VM-imizə ad da verə bilərik. Elə bu adda da qalsın. İstəsə dəyişə bilərsiniz. Mən dəyişməyəcəm. 20 GB qalsın, bəs edir. Amma mən burada single file olaraq seçirəm.
Customize hissəsinə gəlirəm və ayarları bir daha yoxlayıram. Hər şey okeydirsə, baxıram ki, okeydir. Bunu close edirəm, bunu finish edirəm. Okey. Və burada grab menü açılır və mən burada gələcəkdə bu grab menü haqqında, yəni daha ətraflı danışacağam. Bu növbəti dərslərin mövzularındandır. İndi isə yüklənməsini izah edirəm və Install Red Hat Enterprise Linux 9.5-i seçirəm. Və yüklənməyini gözləyirik. Burada olan hissələri hamısını bir hissə izah edəcəm. Deməli, ilk açılan səhifədə biz bizə lazım olan dili seçirik, ingilisini seçirik. Sonra burada time zone var, Bakusi artıq seçilib. Sonra deməli buna ehtiyac yoxdur. Yəni necə ehtiyac yoxdur? Əslində Red Hat'in Subscription Managerindən bunu sonra həll eləyə bilərik. Deməli diskimizi seçirik. Diskimizi seçdikdən sonra seçməmişik deyəsən. Seçildi. Rota şifrə təyin edilir. Mən sadə olsun deyənəm 1, 2, 3 qoyuram. 1, 2, 3. Allow root SSH login with password seçirəm ki, sonra bu əməli sisteminə SSH üzərinə qoşula bilim. Okey. Burada username şifrə təyin eləməliyik. Account yaradırıq çünki olsun Red Hat 9 username adı belə olsun. Şifrə də yenə eyni şey 1, 2, 3 qoyuram. Done edirəm. Burada bəzi şeyləri seçmək lazımdır. Unutmuşam. Gəl mən burada öz yaratdığım akkauntu qeyd edeyim. Görün mən akkauntumu nə qeyd eləmişəm burada özümdə. Login olaq. Rashid 96'dır mənim userim. Öz şifrəmi qeyd edəcəm. Niye?
Deyəsən şifrəni səhv yazmışam. Qeyd olması üçün gözləyirik. Və qeyd oldu. Dan düyməsini seçirik. Okey, bu da hazırdır. Niyə software seçə bilmirik? Bu problemlə ilk dəfə də qarşılaşıram. Maraqlıdır. İndi seçə bilməliyik. Mən deməli burada server with GUI seçirəm. Graphical user interface olanı. Və begin installation başladıram. Burada qeydiyyat prosesini əslində sonra da etmək olardı. Red Hat 9-dan etibarən artıq deyəsən burada artıq tələb eləyir. Mən özüm Red Hat 9-u virtualda quraşdırmamışdım. İlk dəfə də quraşdırırdım. Red Hat 8-i falan quraşdırmışam, orada tələb eləmirdi onu. İndi gözləyək, bu biraz vaxt alacaq internetimizin sürətinə görə. Əslində internetimizin sürəti məncə normaldır. Gözləyək sadəcə. Gəlin sizə bu yüklərinə qədər Red Hat subscription-lar haqqında danışım. Red Hat-ə qeydiyyat etmək deməli sizə bir neçə vacib imkanları verir. Xüsusilə Red Hat məhsulları ilə işləmək və onları daha effektiv şəkildə öyrənməyə bizə imkan verir. Və burada bir çox üstünlükləri var və onları da mən danışım. Biraz söhbət edeyim. Deməli birinci növbədə bizə Red Hat-ı qeydiyyat etmək bizə hansı imkanı verir? Birinci Red Hat Developer Subscription pulsuz, yəni
Deməli, RHEL 9 və 8-in pulsuz versiyasını rəsmi saytından yükləmək və istifadə etmək imkanı verir. Red Hat sertifikatlarına hazırlaşmaq və laborator mühitlərini qurmaq imkanı verir. Bu çox idealdır. Yenilənmələri, yəni update-ləri və təhlükəsizlik pəslərini əldə edə bilərsiniz. Sonra Red Hat Customer portala giriş imkanı verir. Bu nə deməkdir? Red Hat sənədlərini, təlimatlar və rəsmi texniki məqalələri biz buradan oxuya bilərik, əldə edə bilərik. RHEL və digər Red Hat məhsulu ilə bağlı problemlərin həll yollarını orada kommentariyalarda paylaşırlar insanlar. Siz də girib oradan oxuya bilərsiniz. RHEL sistemlərinin idarə edilməsi və onların avtomatlaşdırılması üçün oradakı toollardan pulsuz, yəni alətlərdən pulsuz istifadə etmək imkanı verir. Sonra bunlar pulsuz olan imtiyazlardır, hansı ki biz qeyd edəndə onları əldə edirik. Bir də ödənişli imtiyazlar var, yəni ödənişli belə deyim də ayrıcalıqlar var, privilegiyalar var. Bunlar nədir? Red Hat Learning Subscription deyilən bir anlayış var. Rəsmi Red Hat təlimlərinə və laboratoriyalara giriş imkanı, Red Hat sertifikat imtahanlarına hazırlaşmaq üçün interaktiv materiallar, yəni orada dərs vəsaitləri və sınaq testləri var. Onlardan girib yararlana bilərsiniz. Bir də Red Hat Certification Portal deyilən bir şey var. O da nədir? RHCSA və RHCCE və digər Red Hat sertifikatlarını izləmək və idarə etmək. Sertifikat imtahanları üçün qeydiyyatdan keçmək və nəticələrini görmək imkanını bizə təqdim eləyir. Görək bizim indi isə əməl sistemimiz nə qədər vaxt yüklənəcək. Mən belə başa düşürəm, az qalıb. Gözləyək.
Və yükleme prosesi artıq sonlanmaq üzrədir və sonlandı və reboot sistem edirik. Və indi bizim virtual maşınımız açılacaq. Start setup edirik. Next. Escape. Bura adı və soyad yazırıq. Misal üçün mən Red Hat 9 yazıram. Enterprise. Next basıram. Şifrə təyin edirəm. 1, 2, 3 qoyuram yenə də. 1, 2, 3. Next. Və artıq hazırdır. Bir saniyə. Deməli. Bizim əməliyyat sistemimiz açıldı və burada terminal açırıq. Böyüdürəm ki, daha yaxşı görsəniz. Və biz artıq başlaya bilərik. Baxaq, bizim ilk komandamız mən hansını qeyd eləmişəm. Bir saniyə. Bəli. Burada mən ardıcıllıq qeyd eləmişəm. Müəyyən ardıcıllıqlar var burada. Amma mən bu ardıcıllıqla getməyəcəm. Amma burada narahat olmayın, burada olanların hamısını deyəcəm. Lap istəsəz də buradakı ardıcıllığına gedə bilərik. Bəli. İlk öncə şəbəkə interfeysini yoxlayaq. Amma yoxlamamışdan qabaq mən sizə bir şey göstərim. Deməli, biz mi komandasını versək, bu bizə istifadəçi biz kimi, yəni onu göstərəcək. Mən bayaqlar Red Hat 9 useri verdim, yəni user olaraq onu verdim və göstərir ki, Red Hat 9 useriyəm mən. Və mən əgər bura pvd komandasını yazsam, bu bizə olduğumuz direktoriyanı göstərəcək. PVD yəni Print Working Directory deməkdir. Olduğumuz direktorini göstərir. Əgər biz misal üçün Linux komandalarını icra edirik və bir anlıq yadımızdan çıxırdı ki, hansı direktoridə işləyirik, bunu tapmaq üçünsə PVD komandasından istifadə edə bilərik. Bu arada bunlar çox belə deyək, Linux'un ilkin komandalarıdır. Mən burada yuxarıda qeyd eləmişdim. PVD-dir, LS-dir. Bunları birinci izah edeyim. PVD cari qovluğu göstərir. LS siyahlayır. Yəni, mənim olduğum direktoriyada olan faylları, folderləri göstərir. Bu cür siyah şəklini göstərir. Əgər mən bura ls-l yazsam, bu artıq daha detallı göstərəcək. Həmin qovluqları və yaxud da ki, faylları. Sonra burada əsas komandalardan biri də cd komandasıdır. Change directory deməkdir. Biz misal üçün pvd eləyəndə görürük ki, home Red Hat 9-un içindəyik və misal üçün və biz buradan Documents-ə getmək istəsək, cd Documents eləyirik. Bu arada tabu basanda
tamamlayır, yəni bizim komandanı. Bunu da nəzərinizdə olsun. Və biz artıq Home Red Hat 9 direktoriyadan keçid elədik. Home Red Hat 9 dokument direktoriyasına bunu PVD eləsək asanlıqla görə bilərik. Yenə ls eləsək və burada görürük ki, heç bir şey yoxdur, boşdur. Bundan başqa ilkin əmrlər, yəni komandalar hansılardır? Make-dir var, qovluğun yaradılması. Make-dir. Biz əgər buradan istədiyimiz bir dənə qovluq yarada bilərik. Misal üçün make-dir, qovluq 1 olsun. Mən Azərbaycan dilində yazaram. Folder 1 də yaza bilərik. Misal üçün folder 1. ls eləsək bu folderi görə bilərik. Və əgər biz hər hansı bir fayl yaratmaq istəsək, bunu touch komandası ilə edə bilərik. Misal üçün touch olsun file 1. Və ls eləsək görə bilərik ki, file 1 faylımız və folder 1 folderimiz var. Və biz əgər bu file 1 faylın içinə hər hansı bir nəsə yazmaq istəsək, bunu echo komandası ilə edə bilərik. Misal üçün echo dırnaq içində misal üçün yazaq Linux dərs 1 və file 1 yazsaq, bu bizə bu yox, mən səhv yazdım, üzrlü sayın. Burada belə bir şey yazmalıyam. Bunlar haqqında mən növbəti dərslərdə göstərəcəm. Və bu artıq file 1-in içinə həmin Linux dərs 1-i yazdı. Mən burada echo Linux dərs 1 file 1 yazdım. Bu isə burada nə yazsaq o bizə onu qaytaracaq. Misal üçün echo yazsaq, belə yazsaq, salam, misal üçün dərs 1 yazsaq, salam dərs 1-i bizə göstərəcək. Echo yəni bizə verdiyimiz komandanı bizə qaytarır. Bu deməli, indi isə buranı təmizləyim, ekranı daha anlaşıqlı olsun. ls eləsək, file 1 və folder 1-i görə bilərik. Və biz faylın içini oxumaq üçün müxtəlif cat, tail, head və yaxud da ls komandalarını istifadə edə bilərik. Amma bunlardan ən belə birincisi cat komandasıdır. Faylın içini göstərmək üçün cat file 1 yazsaq və faylın içində olan məzmunu göstərir bizə. Biz istəsək, əgər vim komandası ilə file 1-in içinə girə bilərik və orada bizə həmin file 1-in içində yazılan Linux dərs 1-i göstərə bilər. Biz həmçinin faylın içinə girib burada əlavə edə bilərik. Misal üçün, olsun dərs 2, düzdür. Sonra save edirik. Mən vim komandasını, vimin necə istifadə edilməyi haqqında gələcək dərslərimizə izah edəcəm. Sadəcə indi ilkin anlayış üçün isə qısaca izah edirəm. İndi yenə cat file 1 eləsək, görərik ki, Linux dərs 1 və Linux dərs 2 yazılarımız burada var. Sonra hansı komandaları var? rm komandası var, faylı və qovluğu silmək. Misal üçün, biz əgər yaratdığımız file 1-i silmək istəsək, rm file 1 yazsaq və ls eləsək, görək ki, file 1-imiz silindi, artıq yoxdur. Əgər biz folderdə silmək istəsək, rm folder 1 yazsaq, bunu silə bilmirik, çünki deyək ki, bu direktoriyadır və biz bunu silmək üçün rm-əgər rf eləsək recursive force mənasına gəlir və bunu basdıqda artıq həmin folderimizdə silinəcək. Mən burada yanlış məlumat yazmışam. Daha doğrusu rm faylı silir, rm-r isə folderi silir. Misal üçün biz bir dənə folder yaradaq. Make-dir olsun folder 2, ls folder 2-ni görürük və
eləsək, folder 2 eləsək və folder 2-mizdə silindi. rm ilə faylı silirik, rm-r ilə folderi silirik. Bu da belə. Sonra copy komandası var. Bunu yenə ekranı təmizləyək. Ekranı təmizlədikdə ls komandasını versək, görək boşluq. Misal üçün yenə yaradaq. Misal üçün file 2 yaradaq. Özür istəyirəm. Touch. Bu arada ben sizə bir şey də göstərim. Biz vim ilə file 2 yazıb içinə nəsə daxil edib, misal üçün dərs iğni basırıq, insert edirik. Dərs, nə oldu buna? Bir saniyə. Failimiz yarandı, amma əslində içində mən heç bir şey yaza bilmədim. Amma yaza bilməliyəm əslində. Bayaq nədənsə yaza bilməmişdim, qəribə idi. Yəni deməkdə məqsədim odur ki, bir dənə buradan çıxın. Bir dəqiqə. Çıxaq buradan. Eləsə fayl içini görürük. Bunu da silək hətta. Və hal-hazırda heç nə yoxdur. Vim yazırıq misal üçün. File 3 yazaq misal üçün. Enter bastıq. İğni basırıq, insert edirik. O yazırıq file 3. Və bunu save edirik. ls elədik və faylı görə bilirik. Və biz faylı bu cür formatada, yəni təkcə touchla yox, bu cür formatada yarada bilirik. Copy komandasını göstərəcəkdim sizə. Məsələn, file 3 faylını biz kopyalaya bilərik. Harasa kopyalaya bilərik. Misal üçün file 3'ü seçdik. Birinci copy komandasını yazırıq. File 3 və hara kopyalamaq istəyirik, onu seçirik. Mən bayaqları bizim olduğumuz direktoriya göstərim. pvd eləsək. Buradır. Home Retet 9 dokument. Amma mən istəyirəm ki, kopyalansın. File 3'ümüz hara? Home Retet 9'un altına. Buraya direktoriyanı yazırıq. Enter'e basırıq. Yəni clear edeyim. File 3'ümüz burada var. cd 2 nöqtə arda daha doğrusu 2'dən nöqtəni arda yazsaq, bu bizim olduğumuz direktoriyadan bir öncəki direktoriyaya qayıdır. Və pvd eləsək, görərik ki, biz Home Retet 9 direktoriyasının altına qayıtmışıq və ls komandasını yazsaq, file 3'ümüz burada görə bilərik. Yəni file 3'ümüz həm orada var, həm burada. Orada dedim, yəni həm Home Retet 9 dokumentin altında var, həm də Home Retet 9'un altında var. Gəlin buradan da silək hətta bunu. rm file 3 burada qalmasın. Getdi buradan. İndi qaydırıq. Bu arada belə bir komanda var. cd defis işarəsi var. Bunu basdıqda isə bizim axırıncı direktoriyamız, yəni harda idisə ora qayıdır. Misal üçün belə deyim də, biz dokumentdəyik, düzdür. Mən misal üçün belə yazsam, cd 2 nöqtə, bir dənə belə yazsam, bu qaydacaq home'un altına. Home'un altına qayıtdı. pvd eləsək, görək ki, home'un altındayıq və mən əgər cd minus defis eləsəm və təzədən mənim ən birinci olan Home Retet 9 dokumentin olan direktoriyama qayıdacaq. Gəlin indi isə bir şey də göstərim. Biz dedik ki, cp komandası kopyalamaq üçündür və belə bir komanda var. mv komandası var. mv komandası isə həm fayl və folderi harasa kat eləmək üçündür, yəni köçürmək üçündür, kopyalamaq yox. Həm də həmin fayl və folderin adını dəyişmək üçündür. Gəlin birinci sizə fayl və ya folderin adını dəyişməyi sizə göstərim. Misal üçün bu fayl 3
faylımızın adını eləsək file 4, məsələn yazırıq file mv file 3 birinci köhnə adını yazırıq. Sonra isə təzə adını yazırıq file 4. Enter bassaq, ls eləsək görərik ki, bizim file 3'ümüz adı dəyişilib, artıq file 4 olub. İndi isə həmin mv komandası ilə cut əmrini göstərim, yəni necə hara köçürə bilirik. Əgər mv file 4 eləsəm və hara bunu mən köçürmək istəyirəmsə onu yazıram. Olsun, misal üçün elə home retet 9 home retet 9'un altına enteri bassam görəcəyik ki, artıq bizim faylımız burada yoxdur. ls komandasını versə görəcəyik ki, yoxdur, boşdur. Və əgər mən cd 2 eləsəm və ls eləsəm görək ki, bizim fayl 4'ümüz gəlib bura. Və təzədən fayl 4'ümüzü mv komandası ilə, yəni move'un qısaldırmasıdır mv fayl 4 eləsəm və bunu hara istəyir, əvvəlki yerinə qaytarmaq istəyiriksə home retet 9 documents eləsəm və ls eləsəm görək ki, artıq burada yoxdur. Bu köçürüldü hara? Home retet 9 documents'in altına. Və indi təzədən ora qayıtsaq ls eləsək görək ki, fayl 4'ümüz artıq qayıdıb. Bu bizim əsas əmrlərimizdir. Yəni Linux'un əsas komandalardır, ən məşhur komandalardır. Ən çox yəni bunları demək olar gündəlik istifadəmizdə daha çox istifadə olunur. Və bizim digər komandalarımız da var. Onları da göstərim sizə. Deməli, başlayaq şəbəkə interfeysini yoxlamaqla. Deməli, biz bunu əvvəl ekranı təmizləyək. IP yazsaq və bu bizə şəbəkə adapterlarımızı göstərəcək. Birinci həmişə bizim loopback adapterımız olur. Bu, yəni biz özümüzü, yəni bu əməliyyat sisteminin aldığı öz IP-sidir 127.0.0.1. İkinci isə bizim network adapterımızdır. Eynisi 160 və burada IP-mizi görə bilirik. Biz burada MAC adresimizi görə bilirik, broadcast adresimizi görə bilirik. Və həmçinin biz bu şəbəkə adapterlarımızda ifconfig komandası ilə də baxa bilirik. Görürsünüz, yəni eyni şeydir. Sadəcə IP-a, yəni əslində heç bir fərq yoxdur. Sadəcə yəni bu IP-a da var, ifconfig də var. Kimə necə rahatdırsa elə cür istifadə edə bilər. Bunu da təmizlədik. Sonra hansı var? Şəbəkə xidmətini aktiv etmək. Burada gördüyünüz sudo systemctl enable now network manager komandası var. Bu bizim network servisimizi həm start eləyir, həm enable eləyir. Bunlar haqqında mən ətraflı danışacağım. Sadəcə ilkin məlumatlardır bunlar. Sizə verirəm, daha ətraflı danışacağım. Biz misal üçün əgər şəbəkə ayarlarımızı yoxlasaq, sudo ya da yazsaq systemctl status network manager görürük ki, aktivdir. Q-nu basırıq, quit eləyirik, çıxış eləyirik. Biz əgər istəsək network xidmətini əgər dayandırmaq istəsək systemctl stop network manager eləsək və bizdən təbii ki sudo yazmadığıma görə root passwordu soruşur. Və mən 1-2-3-ü daxil eləyirəm və təzədən statusuna baxsaq görərik ki inaktivdir. Gördüyünüz kimi Q-nu bassaq çıxsaq, clear yazsaq. Hətta gəlin mən sizə burada bir dənə belə bir şey yazım. Clear mən CC yazmağı xoş deyirəm normalda. Bunlar haqqında mən növbəti dərslərdə danışacağım. İndi isə mən bir dənə şeyi bəşarisi. Bura alias yazıram.
alias CC yazıram ki, clear əvəzinə CC yazsam mən artıq ekranı təmizləsin. Mənim əlim bunu öyrəşib. Təbii ki, olmayacaq. Nəyə görə? Çünki mən sudo komandasını yazmamışdım. Bura sudo yazmalıyam. Şifrəni istəyir. Alias. Save edib çıxırıq. Bax, indi mən clear yazıram, ekran təmizləndi, düzdür. Nəsə yazıram düzü. Nəsə səhv şeylə yazıram, fərq eləmir. Mən indi ekranı təmizləmək istəyirəm. CC yazsam artıq bir dəqiqə. Yes. Üzr istəyirəm. Nə eləyək? Mən bir şey unutdum. Bir komanda unutdum. Bu komandanı mən yazmalıydım. Yazmasam çünki o yazdığımız alias işləməyəcək. Və bəli, və indi CC yazsam və gördüyünüz kimi ekran təmizləndi. Bu dərsimizə aid deyil, sadəcə mən unutmuşdum bunu eləməyi. Bəli, axırıncı nədə qalmışdıq? Biz burada qalmışdıq ki, statusuna baxdıq, network menecerimiz söndürmüşdü və inaktivdir. İndi CC və mən indi əgər bunu təzədən start eləmək istəsəm, system.ctl start network manager 2-3 və statusuna baxsam təzədən görərik ki, aktivdir. Deməli, bu komandanı çalışın, əzbərləyin. Əliniz bu komandanı yazmağı öyrəşsin. Bu həm start edir, həm də enable eləyir. Enable eləməklə start eləmək arasında fərq nədir? Start eləmək odur ki, yəni biz bir servisi əgər işləmirsə, yəni bir dənə servisi yükləyirsiniz, misal üçün. Amma onu siz başladanda start komandasını əgər start komandasını daxil eləsəz, sudosuz da system.ctl enable, misal üçün network manager və yaxud da SSHD yazsaz, həmin xidmət aktiv olacaq. Amma üzr istəyirəm. Deməli, telefonda bir şeyə baxmalıydım. Üzrlü sayın. Deməli, əgər siz, biz Linux sistemlərdə system.ctl komandasını idarə edəndə start və enable arasındakı fərqi mən indi deyəcəm sizə. Start xidməti, yəni servisi dərhal işə salır. Amma sistem, yəni restarta getdikdə avtomatik başlanmır da, yəni təzədən biz onu start edib başlatmalıyıq. Amma biz enable, misal üçün həmin komandanı enable etsək, system.ctl enable, misal üçün hər hansı bir servisin adı da, bu zaman xidmət avtomatik olaraq açıldıqda işə salmaq üçün konfigurasiya edir, amma dərhal başlamır. Biz istəsək bu ikisini bir komanda ilə, yəni həm start, həm enable olunmasını istəsək, bu gördüyünüz komandanı biz daxil etməliyik. Yəni xidmət həm dərhal başlayacaq, həm də sistem açıldıqda avtomatik başlamasını təmin edəcək. Yəni əgər xidməti təkcə indi başlatmaq istəyiriksə, start komandasını veririk. Əgər sistem açıldıqda avtomatik başlamasını istəyiriksə, yəni bu zaman enable komandasını verir. Əgər hər ikisini istəyiriksə, enable now komandasından istifadə edirik. Sonra başqa cihazdan SSH ilə qoşulmaq. SSH istifadəçi adı, server IP. Mən bu deməli burada IP yazaq, birinci IP-mizi görək. Xatırlayırsınızsa bir əməliyyat sistemi yazarda orada enable düyməsini qoymuşdum. Yəni orada
icazə versin ki, bizə bu VM-ə biz SSH üzərindən qoşulaq. Orada göstərmişdim sizə dərsin əvvəlində. Bizim IP-miz budur. İndi mən yoxlayacağam görüm buna biz SSH üzərindən qoşula biləcəyik yoxsa yox. SSH deməli. Evet. Və burada qeyd eləmişəm, görürsünüz. İstifadəçi adı bizdə Red Hat 9-dur. Red Hat harda səhv etdim. Bambara girməliyəm. Bir saniyə. Red Hat 9 @işarəsi və həmin bizim yaratdığımız VM-in, yəni virtual maşının IP-si 172.16.132.135. Bir də yoxlayaq IP-ni. Bəli, IP-miz düzdür. Enter bassaq və bura yes yazırıq və artıq biz şifrəni yazmalıyıq. Şifrəni yazdığında biz artıq bizim bu yaratdığımız VM-ə SSH vasitəsilə qoşulmuş olduq. Həmin bu VM-ə SSH ilə qoşulmuş olduq. Hələ buradan da davam edə bilərik. Növbəti komanda uname. Əgər biz belə deyim də, bu bizim əməli sisteminin kernel versiyası haqqında məlumat əldə etmək istəsə, uname r komandasından istifadə etməliyik. Uname -r. Və görürük ki, bizim kernelimizin versiyası bax budur. 5.14.0. Əgər biz bizim hostname'imiz və OS haqqında məlumat əldə etmək istəyiriksə, hostname.ctl komandasını verməliyik. Hostname.ctl. Və burada görürük ki, bizim hostname'imiz burada hansıdır? Baxaq. Hostname'imiz localhostdur. Hostname'imiz localhostdur. Və burada bizim əmələ sistemimiz haqqında məlumatlar var. 64 bit olduğunu görürük. Sonra Red Hat Enterprise Linux 9.5 olduğunu görürük. Operating System OS-i görürük və digər məlumatları görürük. Bunu təmizləyək. Sonra növbəti komanda RAM istifadəsini yoxlamaq. free-m komandası var. Məşhur komandalardan biridir. free-m yazsaq. Və burada bizim ümumi RAM-ımız 2 GB-dır. Nə qədər free-dir, boşdadır, nə qədər istifadə olunur, onları görə bilirik. Və total swap-i də görə bilirik. Swap-i nə qədər istifadə olunur, onu görürük. Bəli. Sonra df-h komandası var. Bizə disklərimizi göstərəcək. df-h bizim mövcud disklərimizi göstərir və diskdəki partitionları göstərir. Hansı partitionlar var. Bunlar haqqında narahat olmayan, ətraflı mən sizə hamısını izah edəcəm. Sadəcə bu ilkin dərs olduğu üçün ilkin tanışlıqdır Linux haqqında. Və Linuxda proseslər var və biz o prosesləri, canlı prosesləri görə bilirik. Bunun üçün top komandası var. Top komandasını görəndə burada çoxlu proseslər var və o prosesləri görə bilirik. Canlı olaraq görə bilirik. Buradan çıxaq. Bu da belə. Bunları mən sizə göstərdim bayaqları. İndi isə firewall haqqında danışaq. Yəni firewall bizim əməliyyat sistemimizin təhlükəsizliyi üçün çox vacib bir xidmətdir.
Belə ki. Əgər biz firewall-u açıq buraxsaq, bizim əməliyyat sistemimizə şəbəkə tərəfdən atak ola bilər, şəbəkədə boşluqlar ola bilər və bizim əməliyyat sistemimizi hər hansı bir pis niyyətli hacker zərər yetirə bilər. Bunun üçün bizim firewall-umuz açıq olmalıdır. Bu bizim bildiyimiz əslində device olaraq firewall deyil. Bu bizim əməliyyat sistemin öz firewall-udur. Device firewall-lara misal üçün Palo Alto, FortiGate, Checkpoint-i biz misal nümunə göstərə bilərik. Bu isə əməliyyat sistemin öz firewall-udur. Necə ki Windows-da firewall varsa, bu da həmin onun kimi bir firewall-dur. Bu isə Linux-un firewall-udur. Linux-da isə firewall-u var və biz bu firewall-un statusuna baxmaq üçün bu komandanı sudo systemctl status firewall komandasını daxil edirik. Sudo sadəcə yazırıq ki, bizdən şifrə istəməsin. Görürük ki, aktivdir. Və əgər biz bunu söndürmək istəsək, sadəcə bura stop yazırıq. Statusu isə görürsünüz söndürdü. Təzədən aktiv eləmək istəsək, start yazırıq. Statusunu təzədən baxaq, aktivdir. Əgər sudo systemctl enable now komandasını yazaq. Bunu da göstərim. Bu komandana vermiş olduq. Başqa nə var burada? Start stop'u göstərdik. Bu da belə. İndi isə keçək Linux-a. Linux-u biz baxmaq üçün cari vəziyyətinə gtnforce yazırıq. Gtnforce. Görürük ki, enforcing, yəni işləkdir. Biz bunu söndürə bilərik. Setnforce 0 komandası ilə sudo yazmamışıq. Permission denied xətası verdi. Və gtnforce eləsə görərik ki, permissive deyəndir, passivdir. Bu Linux-u permanent söndürmə metodu deyil. Yəni bu temporary müvəqqəti söndürmə metodudur. Yəni əməliyyat sistemi restartı geçsə və təzədən yansa, avtomatik yenə də Linux aktiv olacaq. Əgər biz bunu permanent, yəni daimi olaraq biz bunu əgər yandırmaq istəsək, onu indi göstərəcəm, amma əvvəlcə gəlin bunu təzədən qaytaraq əvvəlki vəziyyətinə Linux-u. Deməli, setnforce 1 eləsək, sudo yazmamışıq və gtnforce eləsək, görək ki, enforcing deyənə. İndi isə bunu daimi eləməyi göstərim. Daimi necə eləyə bilərik? Deməli, vim etc linux config faylı var. Bura giririk. Sudo görürsən yazdım bir dənə, əmin deyiləm. Sudo yazmamışamsa. Sudo yazmasam, bunu mən dəyişikliyi yazmamışam. Sudo yazaq ki, dəyişikliyi yadda saxlaya bilək. Burada görürsünüz, Linux enforcing yazılıb. Enforcing. Bunu disable yazıram. Və save eləyirəm. Save eləmə W2 basıb enter basırıq. Və gtnforce eləsək. Bu hələ də qalır. Çünki bizi restart verməmişik. Restartdan sonra o olacaq. Biz bunu təzədən setnforce 0 eləsək. Sudo yeni yazmaq yaddan çıxdı. Səhifəni təmizləyək. Bu cari vəziyyətdə söndürdük və restart eləsək, restartdan sonra da artıq bu sönlü olacaq. Bu da belə.
Başqa bizdə nə qaldı? Gəlin indi sizə istifadəçi yaratmağı göstərim. Necə istifadəçi yaradırıq? Misal üçün, user add nə yazaq bura? Yazaq bura istifadəçi 1. User yazaq da elə, user 1 yazaq. User 1. Enter basaq. Permission deny verir, çünki sudo yazmamışıq. Bizim userimiz yarandı və id user1 komandası var. Və bu bizi həmin yaratdığımız user haqqında məlumat verir. Görürük ki, istifadəçimiz yaranıb, amma bunun şifrəsi yoxdur. Şifrə təyin etməmişik. Bunun üstündə passwd komandası var. Passwd user1 əmrini daxil edirik. Bunun qabağına sudo yazaq. Yox, yazmırıq. Yazmalıyıq. Təzə şifrə təyin edirik. Yazaq buna da misal üçün 1 olsun şifrəsi. Bir dənə şifrə 1 olsun. Və artıq biz buna şifrə təyin etdik. Təzədən biz əgər id user1 yazsaq, burada həmin onun yenidən məlumatları görə bilirik. Amma niyə bunun şifrəsi axı təyin etdiyi burada görsənmir? Deməli. Gəl buna baxaq. Cat etc password. Burada cat etc password eləsə və burada user üçün yaradılan şifrəni görə bilirikmi? Bir yazdığımıza görə şifrənin bəlkə də qısa olduğuna görə o görmür. Başqa bir şifrə təyin edək. id user1. Maraqlıdır, buna baxarıq sonra. Və biz root istifadəçisindən root üzərinə keçid edə bilərik. Bunun üçün su boşluq defis komandasını yaza bilərik. Və artıq biz root üzərdəyik. Təzədən geri qayıtmaq istəsə exit yazırıq. Və reset 9 üzərinə qayıtdı. Burada başqa nələrimiz qaldı? Yam paketi idarə etmə sistemi. Deməli, repositoriyalar var, yəni kitabxanalar. Misal üçün, Red Hat'də, Yum'da, Ubuntu'da, Epic'də və s. və s. Bu repositoriyalar nələrdir? Bizə lazım olan paketləri həmin o repolardan yükləyə bilərik. Yeni paket quraşdırmaq, misal üçün sudo yam install nginx -y odur ki, bizə bu paketi yüklədiyimiz zaman qabağımıza çıxan yes komandaları avtomatik yazmaq üçündür. Misal üçün, gəlin belə bir şey yazaq. Birinci bunu yükləyək. Misal üçün, sudo yam install nginx -y komandasını daxil eləyək. Və axtarır və tapdı. İndi başlayır yükləməyə.
və yükləmə tamamlandı. Əgər biz bu yüklədiyimiz paketin paket haqqında məlumat əldə etmək istəsək, yam info nginx yaza bilərik. Yam info nginx yazsaq, yox, səhv yazdım desəm, bir dəqiqə. Bu indi axtaracaq və həmin o nginx haqqında bizə məlumat verəcək. Yüklədiyimiz paket haqqında. Və budur. Bizim yüklədiyimiz nginx haqqında bizə məlumat verir. Versiyası haqqında, release haqqında, neçə bit olmağı haqqında, sayı və s. Burada ümumi məlumatlar var. Əgər biz istəsək, bizim bu əməliyyat sistemində quraşdırılan bu paketlərin siyahısını görə bilərik. Bunun üçün də yam list installed komandası var. O komandanı da verə bilərik. Komandanı daxil edəsək və burada bizim yükləmiş olduğumuz paketlər var. Bu paketlər əslində əməliyyat sistemi özü yüklənəndə yükləyir. Yəni həmçinin biz də burada nginx-i də görə bilərik. Nginx bir saniyə tapaq. Nginx yüklədiyimiz belə. Əgər biz istəsək, bu quraşdırdığımız nginx-i silə də bilərik. Bunun üçün yam remove komandasından istifadə etməliyik. Yam remove nginx -y komandasını yazırıq. Root olaraq yazmaq lazımdır və bunun üçün sudo yazırıq. Və həmin o paketi silir. Və biz yam list install komandasını yazsaq və burada nginx artıq olmamalıdır. Baxın yoldaşlar, artıq nginx paketi yoxdur, çünki silinib. Deməli. Biz bugün bu dərsdə nələri öyrəndik? Linux'un tarixi və əsas prinsipləri haqqında danışdıq. Linux'un open source kod olmasının üstünlüklərindən danışdıq. Red Hat-in nədir və niyə istifadə olunur, onu danışdıq. Distrolarından danışdıq. Debian, Ubuntu, CentOS, Alma Linux və s. bunlardan danışdıq. CLI və CLI-dən danışdıq. Command interfeysidir bu CLI. Linux komandalarını istifadə etmək üçün və necə istifadə edə bilərik, basic Linux əmrlərindən, komandalarından danışdıq. Necə ISO faylını yükləmək lazımdır və virtual maşında necə quraşdırmaq olar, onu göstərdik. İstifadəçi yaratmaq, istifadəçi şifrə təyin etmək, root hesabına keçmək, bunları danışdıq. Şəbəkə ayarlarından SSH haqqında danışdıq. Əsas sistem monitoring əmrlərindən danışdıq. CPU-ya baxmaq, RAM-a baxmaq, disklər və proseslərə baxmaq, onlar haqqında danışdıq. Firewall və Linux haqqında danışdıq və son olaraq yam paket haqqında danışdıq. Ümid edirəm ki, bu dərs faydalı oldu. Bu mənim ilk belə deyim də YouTube-da ilk dərsimdir. Ola bilər nələrsə daha yaxşı demədim, daha yaxşı deyə bilərdim. Çalışacağam öz üzərimdə təkmilləşdirim. Dərs anlatma metodumu, cümlələri daha necə yaxşı seçməliyəm ki, sizlərə daha bu məlumatlar daha yaxşı otursun, daha yaxşı anlayasınız, başa düşəsiniz denə. Özümü daha da təkmilləşdirəcəm.
Amma ümid edirəm ki, ilk dərs üçün faydalı oldu. Bu dərsdə öyrəndiklərimizi siz də özünüz virtual maşını yaradın və o komandaları mütləq siz də daxil eləyin. Yəni komandalar işləməklə sizin bu komanda işləmə bacarıqlarınız artacaq, artıq vərdiş halına yaranacaq. Əgər istəsəz kommentlərdə bildirərsiniz. Mən sizə CNA və DevOps dərslərinin də videolarını çəkib orada da faydalı məlumatlar bölüşə bilərəm. Bu bizim Linux dərsimizin giriş oldu, ilk dərsimiz oldu. Növbəti dərslərdə isə Linux dərslərində isə burada mənim izah elədiyim, danışdığım, bəhs etdiyim mövzuların daha detallı, daha belə deyim, daha yaxşı anlatacağam inşallah. Ümid edirəm faydalı oldu. Bəzi YouTuberlər kimi kanalıma abunə olmağını istəməyəcəm. Çünki mən bunu sadəcə insanlara faydalı olmaq məqsədi ilə və öz belə deyim də tutorluq, yəni müəllimlik bacarıqlarımı inkişaf etdirmək məqsədindən bu dərsi çəkirəm. Əgər belə deyim də xoşunuza gəldisə, kommentlərdə bəyəndisə, kommentlərdə bildirin və e-mail adresinizi də qeyd etməyi unutmayın ki, bu hazırladığım slaydı mən sizə göndərim. Sağ olun dostlar. İnşallah gələn dərslərdə görüşərik. Hələlik Allah amanında.